Bilirsiniz də yəqin ki, Zevs mənə oje neçə illərdir qışqırtma edir. Bu axırıncı qışqırtma oje qardaş, konkret çizgini keçdi də. Yəni atı sürdüm daşlığa, qardaşlığa. Ona görə də qardaş, bu videonu görüb sizin Instagramında Zevsin. Hə, mən dedim ki, Zevs mənə ilişmə. Hə, nəinki Zevsə ki, hamıya deyirəm. Deməli Zevsdən əli gediblər. İndi harca 2-3 saat sonra ofisə gələcəklər. Demişəm ki, gəlib mənim videomu çəkin. Mən YouTube kanalıma video çəkəcəm. Güya ki biz Zevsdən bir-birimizi nə qədər tanıyırıq. Dedi yaxşı, çəkərik, problem deyil. Bu nədir? Sumkan da yazı var 5 ildir gəzdirsən. Hə, dedim gəl Zevs, xəbəri yoxdur dünyadan. Bizdə biz çıxış, quruma yox da. O bir YouTuberlər kimi quruma belə qışqırtma. Bizdə nə tu? Bizdə nədirsə odur. Sony nədir? Odur. Ona görə də bu videonu indidən bəyənirsiniz, komment yazırsınız, bir də dostlarınızla paylaşırsınız, bu video partlamalıdır. Çünki qardaş, Sony nə edibdi? Spetsnazları tap Rusiyadan kişi. Demişəm ki, qardaşımın belə cavabını verməli. Nə qədər lazımdır? Qardaşı paçkan başını açdı, verdi onlara, dedilər ki, narahat olma, saat 8-də buradayıq. Dedim, bax, 8-də gözləyirəm. Gəlməyənə, nəysə, oralara getməyək. Ona görə ki, videonu bəyənirsiniz, gözləyirsiniz birazdan. Nə Zevsin, nə də ərin, heç birinin xəbəri yox. Elə qəşək girəcək ki, onlara pasdaldan. Xoşları gələcək amma. Nəysə, getdik. Bakı. Biz nəsə düşdük. Başda çəkdə dedim axı. Sualı çox bilirəm. 2 1 Saçma zamanda sallayı düşünə düşdüm baba. Bax, Lak yoxdur, sıxırdan var idi. Salon. Çəkir. Lazım dedim o. Belə yaxşı. Belə nağlandır da. 1 2 Videonu bircə dəqiqələ saxlayırıq. Bu videonun baş sponsoru Azərbaycan ən güvənli kazinolarından biri olan Legal Kazinodur. Siz də meyvə oyunları oynayaraq qazanmaq istəyirsinizsə, bu ekranda gördüyünüz WhatsApp nömrəsini yazaraq depozit edirsiniz və 10% depozit bonusu əldə edirsiniz. Yəni hər şey çox sadə şəkildədir. WhatsApplarına depozit eləmək istədiyiniz məbləği yazırsınız, onlar sizə link göndərir və siz ödənişi edib oyuna başlaya bilərsiniz. Nəysə, keçək videomuza. 3 Hamıya salam aleyküm dostlar. Bugün yanımda Zevs var. Hamıya salamlar. Biz nə çək heç bilmirəm. Bugün nə çəkirik Zevs? Deməli abunəçilərimizin də sənə sual var. Mənim də sənə sual var. Bilirsən ki, bizdə Joski video var. Sən də söz deyil. Ha. Demagoy deyib çıxar Allah. Məndə kişi hər şey deməvoydur. Bu həyatda qış bir dənə Johnny-də hər şey deməvoy olur. 11 dənə sual var. Bunun 8-i abunəçilərə aiddir. 300 isə mənə aid. Yox, 4 dənə. İndi gördüm. 4 dənəsi mənə aiddir. 12 dənə deməli sual. Deməli ilk növbədə ən mənasız sualdan başlayaq. Zevsin neçə yaşı var? 28. Biraz möhkəm danışdı. 28. Burada çox şey var. Ya, olsun mikrofonu burada reklam eləməyəm. 28. Aha. Baham mı deyir ki, sənin kanalında Zevslə video çəkmişdik. Orada deyirdi ki, nəsə ağzı ilə. O nə video idi? O nə maşın idi? Orada o mırtı çəkmişdi o video. Allah dostum, bu kimi demagoydanam tanımıram. Yəni Demagoyda da olsa. Bilmirəm nə çəkir video. Mən də 2 dəfə üçün başla. Qardaş, insanlar bizdən video gözləyir. Fərqi yox, nə video olur olsun. Yaxşı işte var. O tualetə çəkəcəm. O da var. O yaxşı fikirdir. 6-cı sual. Nə vaxt başlayırsan? Özüm hörmət eləmə. Onu bilmirəm. O sənə qaldı. Nə vaxt başlayıram? Nəyə başlayıram da? Onu bilmirəm. Bu özün yəni buna cavab ver. Nə vaxt başlayırsan? Çox yaxında başlayıram dostum. без ручки которая. Hə. Yaxşı şeysən. Allah hə, bax indi bu ən maraqlı sual. Bu sualı çox verilir. Mənim özümə də verirlər. Mən cavab vermirəm. Sən Deyirəm ki, mən bu suala yavaşır. cavab vermək istəmirəm. 50 rubl deyim. Zevs masondur. Mən şu an Naxçıvanlıyam. Yox, həqiqətən seriozdur da. Nə seriyoz? Mason Onsuz sən da nəsən bilirəm, seriyoz oğlan nə? sən Seriyoz nəsən? danışıq da onsuz da. Zevs Mən də masondur. masonu məzələrsən mason, yox. Reptiləm də. Yox, mason zət deyirəm, masondan. Soruş ki, müsəlmansan. Да. Sünnət olubsan, belə şeylərdən deyim hə. TikToka necə baxırsan? TikTok'a. Aha. Am TikTok'a konçinlər içində Allah haqqı. Mənim şey demişəm. Adamın amına koyun Muhittin. Seni oğlan yaparım oğlan. Çox mənasız. Çok sen de çekili. Sen de çekili. Yox, çox mən. Yox, TikTok'a niyə baxsınlar ki, canlı? Gəmədən. Nasıl ben nasıl ya Allah'ım olsun. Niye bir nefer oturdu? Bakasın ki. Niyə baxmasınlar ki? Niye Doğan demirəm, mesela bax TikTok'da mən nəyə görə canlıyam? TikTok'a kiminsə həyatına baxın. Yəni Güzel.
Hamısını. Ver. Фамилия Ver bura. Buraya vur Ruslan. Еще раз. Фамилия, отчество. Buraya vur Ruslan. Еще раз. Buraya vur Ruslan. Знаете, за чего задержан? Нет. Нет? Национальность. Азербайджанец. Знаете Екатерину Самойлову? Екатерина Самойлова нет. Нет? Нет. Недавно кого разыгрывали? Разыгрывали, да? Да, девушку. Девушку? Франк снимал? Нет. Да. Да. И теперь написано заявление. Заявление? Заявление. Есть что-то запрещенное помещение? Нет, ничего. Наркотические средства, оружие? Вообще ничего. Вообще ничего? Вообще ничего, да. Последняя бояк есть, только сейчас знать, что добровольно. Еще раз спрашиваю, есть, нет? Да ничего нет, я говорю. Где ваши вещи? Встаем. Вещи ваши. Держи. Вещи ваши. Как ты видишь? Сумка. Слушай, а проблема в чем? Что, непонятно все? Я говорю, заявление написано на вас. Сумка чья? Не, подожди, а? Сумка чья? В чем проблема-то? Сумка, говорю, чья? Проверяй там. Открывай. Не сумка, кошелек. Мы видео снимаем, как ты видишь. Еще. Ну, Второй карман. Паспорт? Показывай. ну вот. Сейчас проедете с нами в отдел. Дадите Давайте. показания. Отдел. Дадите показания. А дверь? Оплатите, да, дверь? Оплатите. Брат твой младший оплатит, нечего разыгрывать младший. Да, разгазать. Ай, бля, вы кончили. Ну, брат, ну серьезно скажу, я вообще ни на 1% даже не боялся. Я серьезно говорю. Что за дверь зачем? Не, мәзәләрсә заказ. А yok, дәрес korkmadı. Korkmadı. Знаешь почему? Потому что рано или поздно все равно зайдут. Переживаешь, видно, успокойся, все розыгрыш. Вот он снимает. Ах, я кончил. Ты поставил, да? Да. Был бы зачем. Это профессионально, братья. Я там взял его, поднял, еще сверху поснимал. Дверь это брат заказал, а не мы. Давайте, ребят, сфоткаемся хотя бы. Давай, да. С ОМОНцами, короче. ОМОНцы. Бля, это что было, пацан? Тишина тут на туре такая, ты еще гранату хотел, бля. Он еще гранату хотел тут, ну. Все, давайте, мужики. Приятного вечера. Давай, все, удачи. Давайте, мужики. Videonu bura kimi izlədinizsə, videonu bəyənib, komment atmağı və təbii ki, kanalımıza abunə olmağı yaddan çıxartmayın. Amma ən əsas uşaqlar, biz bilirsiniz ki, Telegramda abunəçilər yığırıq. Bizim Telegram səhifəmizə, Kik hesabımıza və Instagram hesabımıza da abunə olmağı yaddan çıxartmayın. Yəni bir sözlə, videonun altında nə linklər varsa, hər birinə abunə olun. Öpürəm sizi, özünüzə yaxşı baxın, sağ olun.